Azər, əlimdə bir neçə futbolçu adından ibarət siyahı var. Sənə görə idman xəbərlərində tələffüzü ən çətin olanı hansıdır, onu seçəcəyik. Xəbərləri yaxşı vurğuladın. Məncə şərh veriliş xəbər fərqlidir. Sokratis Papastatopoulos yoxsa Papis Dembasisse? Papis Dembasisse. Məncə Yunan adları uzun olsa da, hərf çox olsa da daha rahat tələffüz olunur. Dembasisse yoxsa Pierre-Emil Højbjerg? Pierre-Emil Højbjerg. Növbədə bir ikon adı var. Pierre-Emil Højbjerg yoxsa Asier İlyaramendi? Məcburam burada izah eləyim. Videonu çəkən Real Madrid azarkeşdir və İlyaramendi'ni ikon deməkdən ələ salmağa çalışır. Doğrudan da futbolçunun orada nə işi var? İlyaramendi. Asier İlyaramendi yoxsa Konstantin Tsimikas? Tsimikas. Xatırlamıram onunla bağlı xəbər oxuduğumu, amma T-sı var xüsusilə. Ondan qabaqki və sonrakı sözdən asılı olaraq xəbər oxuduğum vaxt istər-istəməz orada bir belə pauza yaranır ya da o qədər ona hazır olmalısan. Əvvəldən bir neçə dəfə oxumalısan ki, rahat tələffüz eləyəsən. Tsimikas yoxsa Dominik Soboslay? Soboslay. Soboslay yoxsa Wojciech Szczesny? Szczesny. Demirəm, Soboslay deyirəm. Soboslay yoxsa Khvicha Kvaratskhelia? Kvaratskhelia çox rahatdır, özü çox belə zövqlüdür onu demək, Bəli. axıcı gedir. Dominik Soboslay yoxsa Aurelien Tchouameni? Aurelien Tchouameni. Tchouameni yoxsa Cesar Azpilicueta? Məncə Tchouameni. Bura mən Özbəkistanlı futbolçu Umarali Rəxmonaliyevi əlavə eləmişəm. Tchouameni yoxsa Umarali Rəxmonaliyev? Rəxmonaliyev daha çətindir. Onda siyahımızın ən çətin adı Umarali Rəxmonaliyevdir. Maraqlı.